Taksi sürücülərinin bəxşiş problemi. Həll yolları və hüquqi məsuliyyət, son vaxtlar bəzi taksi sürücülərinin bəxşiş verməyən müştəriləri ələ salması, xırda ödənişlərin fotosunu çəkərək sosial şəbəkələrdə paylaşması ciddi müzakirələrə səbəb olub. Halbuki platforma üzərindən sifarişlərdə ödəniş əvvəlcədən müəyyən edilir və müştərilər bu məbləği ödəməklə borclarını tam yerinə yetirirlər. Problemin kökləri və ictimai reaksiyalar. Sərnişinlər bildirir ki, bəxşiş verilməyəndə sürücülər minnət edir, bu isə vəziyyəti ürəkaçan etmir. Digər sahələrdə, məsələn, marketlərdə, restoranlarda işləyənlər bəxşiş tələb etmədiyi halda, taksi sürücülərinin narazılıq və aqressiyanı müştəriyə yönəltməsi suallar doğurur. Hər kəs maddi qazanc üçün mübarizə aparsa da, şirkətə olan narazılığın müştəriyə yönəlməsi qəbul edilməzdir. Hüquqi və etik baxımdan qiymətləndirmə, Milli Məclisin deputatı Ceyhun Məmmədov bu cür davranışları qeyri-etik hesab edir və bəxşiş verməyin könüllü xarakter daşıdığını vurğulayır. O qeyd edir ki, imkanı olmayan şəxsin bəxşiş vermədiyi üçün ələ salınması doğru deyil. Nəqliyyat eksperti Eldəniz Cəfərov müştərini ələ salan sürücüləri qeyri-peşəkar adlandırır. Onun fikrincə, belə hallar hüquqa ziddir və sərnişinlər hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Qarşısının alınması üçün atıla biləcək addımlar. Vətəndaş müraciəti. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Ayna mətbuat katibi Tural Orucov sərnişinləri taksi sahəsində qarşılaşdıkları problemlərlə bağlı Aynanın 141 çağrı mərkəzinə və ya sosial şəbəkə hesablarına müraciət etməyə çağırır. Müraciətlər araşdırılır və neqativ halların qarşısı alınır. Şirkət siyasəti. Uberin mətbuat xidməti sərnişinlərin və sürücülərin şəxsi məlumatlarının üçüncü tərəflərlə paylaşılmadığını bildirib. Şirkət keyfiyyətli xidmət göstərən sürücüləri bonus proqramları ilə dəstəkləyir və dəfələrlə qaydaları pozan sürücülərin platformaya çıxışını məhdudlaşdırır. Nəticə, qanunvericilikdə və taksi xidmətləri platformalarının siyasətində bəxşişlə bağlı konkret tələb yoxdur. Bu, tamamilə könüllü bir davranışdır. Sürücülərin müştərilərin ödənişlərini ictimai şəkildə paylaşması və ya onları alçaltması etik normaları pozmaqla yanaşı, hüquqi məsuliyyət də yarada bilər. Bu cür halların qarşısının alınması üçün həm vətəndaşların aktivliyi, həm də şirkətlərin və müvafiq orqanların nəzarəti vacibdir.